İnsan ömrü vəfalı deyil, amma iradəsi illərlə yaşaya bilər. Vəsiyyətnamə isə sadəcə bir kağız parçası yox, bir ömürlük əməyin gələcək taleyidir. Bəs bu taley kimlərin əlindədir? İmzalar saxtalaşdırıla bilərmi? Yoxsa qanun hər şeyi öncədən düşünüb? Azərbaycan Respublikasında hazırda bütün vəsiyyətnamələr vahid elektron sistemdə saxlanılır. 2008-ci ildən etibarən elektron notariat informasiya sistemi istifadəyə verilmişdir və bu sistem vasitəsilə Respublikanın bütün notariusları vahid şəbəkədə birləşirlər. 2008-ci ildən etibarən təsdiqlənən bütün vəsiyyətnamələr elektron notariat informasiya sisteminə işlənilir. Eyni zamanda 1927-ci ildən etibarən bugünkü günədək Dövlət Notariat Arxivində saxlanılan 130 mindən artıq vəsiyyətnamə də elektron notariat informasiya sisteminə yerləşdirilmişdir. Qanun deyir ki, gələcəyin barədə qərar vermək üçün qocalmağı gözləmək şərt deyil. Yetkinlik yaşına çatmış hər kəs öz iradəsini sənədləşdirə bilər. Lakin burada bir amma var. 18 yaşına çatmış fəaliyyət qabiliyyətli istənilən şəxs öz əmlakını və ya onun bir hissəsini vəsiyyət edə bilər. Vəsiyyətnamə yazılı qaydada olmalıdır. Bu iki formada ifadə oluna bilər. Sadə yazılı qaydada və ya notariat formasında. Bəzən həyat elə gətirir ki, insan dənizin ortasında, döyüş meydanında və ya xəstəxana çarpayısında son qərarını verməli olur. Bəs belə məqamlarda imdada kim yetişə bilər? Digər səlahiyyətli şəxslərin də vəsiyyətnamə təsdiq etmək hüquqları vardır. Hospitalın, müalicə müəssisəsinin, xəstəxananın, sanatoriyanın, sosial xidmət müəssisəsinin baş həkimi, coğrafi, axtarış və digər ekspedisiyanın rəhbəri, daha sonra hərbi və hava gəmisinin kapitanı, hərbi birləşmələrin, məktəbin, müəssisənin komandiri təbii ki, söhbət notariat ofisinin olmadığı ərazilərdən gedir və eyni zamanda azadlıqdan məhrum etmə yerinin rəisi də notarius kimi vəsiyyətnamə təsdiq edə bilərlər. Amma vəsiyyətnamənin olması hələ hər şeyin bitdiyi mənasına gəlmir. İnsanın son anındakı psixoloji vəziyyəti bütün sənədləri alt-üst edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsində vəsiyyət anlayışı öz əksini tapmışdır və burada fiziki şəxs olaraq öz ölümü halında öz əmlakının bir hissəsini və yaxud tam şəkildə istənilən şəxsə və yaxud qanun üzrə vərəsələrə şəxs vəsiyyət edə bilər. Əgər gələcəkdə müəyyən edilərsə ki, son dəqiqədə, son saatda vəsiyyət edən öz iradə ifadə formasını dəyişərək vəsiyyətə dəyişiklik edibsə, təbii ki, gələcəkdə bu etibarsızlıq üçün qanun üzrə vərəsələrin imtinasına səbəb ola bilər və o zaman şəxslər sübut etməlidirlər məhkəmə qaydasındakı vəsiyyət edən şəxsin ruhi sağlamlığında problem vardır, hər hansı bir xəstəliyi ilə bağlı problemləri vardır və bu səbəbdən etibarsızlığı əsas götürə bilərlər. Lakin hər şey qaydasına həyata keçirilmişdirsə, istənilən vaxt vəsiyyət edən şəxs vəsiyyətnamədə dəyişiklik edə bilər. Bəzən vəsiyyət edən şəxs kimisə mirasdan tamamilə məhrum etmək istəyir. Amma qanun məcburi pay anlayışı ilə vərəsələrin hüququnu qoruyur. Bununla belə mirasa layiq olmayanlar da var. Əslində sistem saat kimi işləyir. Elektron arxivlər, qanuni maddələr və mühürlər hər şeyi sığortalayır. Şəxs istənilən şəxsə vəsiyyət edə bilər əmlakının və yaxud bir hissəsini əmlakının. Lakin qanunda digər bir hissədə qanun üzrə vərəsələrin də hüquqları pozulur və bu zaman vəsiyyətnamənin olmasından asılı olmayaraq qanun üzrə vərəsələr məhkəməyə müraciət edərək öz paylarını məhkəmə qaydasında istəyə bilərlər və yaxud məhkəmədən öncə notarial qaydadan müraciət edib vərəsəlik hüququnun açılmasını tələb edə bilərlər. Əgər şəxs ölən şəxsin iradəsinə qəsdən cinayət olaraq hər hansı bir addım atarsa və sənədlərin itirilməsinə, məhv edilməsinə, saxtalaşdırılmasında iştirak edərsə, özünün və yaxud özünə yaxın olan şəxslərin hər hansı bir əmlak hüquqlarını real olmayan səbəblərdən süni şəkildə artırarlarsa, bu zaman onlar ləyaqətsiz vərəsə kimi dəyərləndirilirlər və onlar miras payını almaqdan heç bir şəkildə hüquqları yaranmır. Amma hüququn tənzimləyə bilmədiyi bir boşluq hələ də qalır. İnsan. Vəsiyyətnamə masasına gəlib çıxanların çoxu üçün sənəd üzərindəki rəqəmlər həmin sənədi yazan insanın xatirəsindən daha qiymətli olur. Görünən odur ki, biz mülkiyyətimizi elektron sistemlərdə saxtalaşdırılmadan qoruya bilsək də, ailə daxilindəki ləyaqət və vəfa anlayışlarını heç bir yerdə sığortalaya bilmirik.